Hakkında danışacağım aktyorumuz Azərbaycan SSR əməkdar artisti, Azərbaycan kinosunda bir neçə maraqlı obrazlar yaratmış aktyor Atamoğlan Rzayev hakkında danışacağım. Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Suraxanı rayonundakı Əmircan qəsəbəsində doğulub. Atası Balababa kişi əkin-biçinlə və heyvandarlıqla məşğul olan Ortabab kəndli olub və 1919-cu ildə dünyasını dəyişib. Anasının himayəsində yaşayan Atamoğlan 1920-ci ildə Əmircan kəndində 5 sinifdən ibarət məktəbin 1-ci pilləsinə qəbul olunub. Oranı qurtarandan sonra isə 4 ilə 2-ci pillədə oxuyub. Son sinifdə oxuyanda məktəbin Bədii Dram Dərnəyində çalışıb. Həm də Fabrik Zavod məktəbində çilingər şagirdi ixtisasına yiyələnib. Teatr sənətinə həvəs və maraq göstərən gənc 1929-cu ildə sənədlərini Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Texnikumuna verib və imtahanlardan müvəffəq qiymətlər alaraq aktyorluq fakültəsinə qəbul olunub. Tələbə vaxtı Bakı Türk İşçi Teatrının və Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. Diplom tamaşasını oynamaq ərəfəsində 1 aprel 1932-ci ildə Bakı Türk İşçi Teatrının aktyor truppasına götürülüb. Aktyor bu kollektivdə təzə rol oynamayıb. Ancaq kollektivin repertuarındakı tamaşalarda müəyyən rolları hazırlayaraq ansambla daxil olub və çıxışlar edib. 1933-cü il yanvar ayının 4-ü və 5-də teatr bütün yaradıcı və texniki heyətlə səhnə aksesuarı ilə Gəncə şəhərinə köçüb. Atamoğlan Rzayev teatrın bina imkansızlığından səyyar truppa kimi fəaliyyət göstərməsinə və mənzil şəraitinin çox bərbad olmasına görə 1 dekabr 1934-cü ildə ərizə yazaraq işdən çıxıb. Aktyor Bakıya qayıdandan sonra 10 dekabrda Əmircandakı Fəhlə klubunda Dram Dərnəyinin rejissoru vəzifəsinə işə qəbul olunub. Burada işləməklə yanaşı hava hücumlarından müdafiə üzrə 1 il xüsusi hərbi hazırlıq kursu keçib. 1935-ci ilin payızında orduda hazırlıq kursuna başa vurub və həmin il noyabr ayının 1-də Milli Dram Teatrının kollektivinə aktyor qəbul olunub. Faşist Almaniyası SSR-yə hücum edəndə Atamoğlan Rzayev ixtisas təlim keçən hərbiçi kimi 25 iyun 1941-ci ildə orduya səfərbər olub. Əvvəlcə Sovet ordusu ilə İranın Təbriz şəhərinə gedib. 2 aydan sonra döyüş meydanına yollanıb və 4 il Kiyev, Kalinin cəbhələrində cəsarətlə vuruşub. Müharibə Sovetlər ölkəsinin qələbəsi ilə başa çatandan
6 ay sonra 1945-ci ilin oktyabr ayında ordudan təxris edilən aktyor noyabr ayının 1-dən yenidən doğma kollektivin nəzdində səhnə fəaliyyətinə başlayıb. Bir-birinin ardınca repertuardakı hazır tamaşalarda müxtəlif rollara daxil edilib və paralel məşqləri gedən əsərlərdə yeni obrazlar üzərində çalışmağa başlayıb. İnzibati təşkilatçılıq qabiliyyətinə görə Atamoğlan Rzayevi 15 oktyabr 1935-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının estrada ansamblına bədii rəhbər təyin ediblər. Bu vəzifədə 26 iyun 1953-cü ilə qədər fəaliyyət göstərib və burada musiqili komediya ansamblının işində də yaradıcılıq yardımını əsirgəməyib. Estrada ansamblında bədii rəhbərlikdən işdən çıxan günü Respublika Mədəniyyət Nazirliyinin sərəncamı ilə Gənc Tamaşaçılar Teatrına direktor təyin olunub və 24 mart 1955-ci ilə qədər kollektivə rəhbərliyini bacarıqla davam etdirib. 24 yanvar 1957-ci ildə Milli Dram Teatrının direktoru və bədii rəhbəri Ədil İskəndərovun təkidi ilə Atamoğlan Rzayev yenidən doğma kollektivə qayıdıb və ömrünün sonuna qədər aktyorluqla məşğul olub. Atamoğlan Rzayev müəyyən fasilələrlə Milli Dram Teatrında işləyəndə bir neçə hazır tamaşaya ikinci ifası kimi əlavə edilib. Qalan bütün rollarını yeni tamaşalarda oynamışdır. 1935-ci ildən ömrünün sonuna qədər müxtəlif fasilələrlə aktyor ştatında olduğu dövrdə milli və dünya klassiklərinin əsərlərinin tamaşalarında ifa etdiyi rollar olub. Atamoğlan Rzayevin səhnədə tamaşaları çoxdur. İstəyirəm ki, onların bir neçəsinin adını çəkim. Pəricaduda Təlxək, Dağılan Tifaqda Kərim, Köhnə Dudmanda Heydər, Vaqifdə Kürd Musa, Xanlarda Xanlar, İnsanda Eldar, Almazda Şərif, Dönüşdə Daşdəmirov, Romeo və Cülyettada Abram obrazlarını yaratmışdır. Atamoğlan Rzayevin filmoqrafiyasına gəldikdə isə o çox filmlərə çəkilməyib. Bir neçə Azərbaycan kinosunda müxtəlif obrazlar yaratmışdır. 1939-cu ildə kino rejissor Səməd Mərdanovun lentə aldığı Kəndlilər filmində Hacı Həsənin oğlu obrazını yaratmışdır. Разве это игрушка? Дурак! Ты всегда народ мутишь. Песнями, баснями. Ну-ну. Головы дурманишь. Daha sonra 1957-ci ildə Mahnı Belə Yaranır filmində Xanapi obrazını yaratmışdır. Эй, Ханапи! Смотри, чтобы вода не снесла нашу мельницу! Ты что, старик, не слышишь? Беда случилась у Магомы. О, ай-яй-яй-яй! Что ты делаешь, Ханапи? А разве
Ты не видишь? 1960-cı ildə kino rejissor Hüseyn Seyidzadənin lentə aldığı Koroğlu filmində Dəli Həsən obrazını yaratmışdır. Bu atı hardan tapmışsan? Gördünüz de onu. Tutak göz atımdı. Sonra? O sana yaraşmır. Yaxşı, sənin dediyin de oldu mənim. Nə qədər ki yatağanla səni bir kivatdan salmamışam. Düş aşağı. Dəli Həsən, vaxtımız yoxdur. Çəkil yoldan. Ay səni miskin cüzə. Sən də buradasan. Axır ki əlimə düşdün. Daha ötən dəfə kimi əlimdən qurtarmayacaqsan. Mənimlə heç kim iki dəfə üz-üzə gəlməyib. Sən ölməlisən. İgit çığırmağından özünü tanıtmaz. Ne kuduz kimi bağırırsan. Miskin, sən Dəli Həsəni təhqir et. Daha sonra Len filmin kısa metrajlı filmi var. 19-cu il. O filmdə Bağırov obrazını yaratmışdır. Həmin filmdə onun tərəf müqabili görkəmli aktyorumuz Əhməd Qəmərlinski ilə çəkilmişdir. Bu Çin Astaxandakı komünistlərin böyüğüdür də. Mükayam demədi? Понимаем, понимаем. Мы готов. Мы всегда готов. А что надо делать? А делать надо вот что, товарищи Бакин. Koroğlu filmində Dəli Həsənin bir kuplet mahnısı var. Onu bizim görkəmli müğənnimiz Anatollu Qəniyev ifa edib. Yüz kızdan birini severim. Yolunda canımı veririm. Beni gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar, gel maralım. Gel güzelim gel ya Osman. Beni gel kaçma güzel. Nerede olsan atı çaparım yar, seni taparım yar, gel maralım. Gel güzelim gel ya Osman. Yüz kızdan biri. Və onu da müşayiət edirdi ud alətində Əhsən Dadaşov. Atamoğlan Rızayevin ən yadda qalan obrazı Koroğlu filmindəki Dəli Həsən obrazıdır. Atamoğlan Rızayev səhnədəki xidmətlərinə görə 21 iyul 1949-cu ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülmüşdür və 1959-cu ildə əməkdə fərqlənməyə görə medal da almışdır. Hal-hazırda Suraxanı rayonunda Atamoğlan Rızayevin adını daşıyan küçə də var. Bacarıqlı inzibatçı və aktyorluq ifa çərçivəsini həmişə zövq və ləzzətlə saxlaya bilən Atamoğlan Rızayev 2 dekabr 1966-cı ildə 54 yaşında dünyasını dəyişib və o köhnə məzarlıqda dəfn olunub. Burada onun oğlu da dəfn olunub, İlqar Rızayev. O da 2008-ci ildə dünyasını dəyişib. Və bildiyim qədər onun həyat yoldaşı Rus milləti olub, Olqa Petrovna. Hal-hazırda o Rızayeva, Olqa Rızayeva, Atamoğlan Rızayevin soyadını daşıyır. Mən bura birinci dəfə deyil gəlirəm. Burada bizim görkəmli aktyorlarımız dəfn olunub. İsmail Əfəndiyev, İsmail Hidayətzadə, kino rejissor Səməd Mərdanov və həmişə onların məzarını ziyarət eləyəndə bizim görkəmli aktyorumuz Atamoğlan Rızayevin də məzarını ziyarət edirəm. Artıq onun vəfatından bu il 60 il ötür və bu qısa videonun da onun əziz xatirəsinə həsr edirəm. Məzarın üstündə güllər var. Yəqin ki, Atamoğlan Rızayevin nəvəsi var və onların yaxınları gəlirlər buranı tez-tez ziyarət edirlər.
Və mən gəlmişkən də onun ağacın zirzibili buranı batırıb, bacardığım qədər aktyorumuzun məzarının ətrafını yuyub təmizləyəcəm. Aktyorumuz Atamoğlan Rzayev haqqında qısa olsa da bildiklərimi sizinlə bölüşdüm. Həm aktyorumuz Atamoğlan Rzayevin həm həyat yoldaşı, həm də onun oğlu İlqar Rzayev. İlqar Rzayev də dünyasını erkən dəyişib. 1952-ci ildə anadan olub və 2008-ci ildə dünyasını dəyişib. Belə, aktyorumuz haqqında deyəcəklərim bu qədər. Məzarını yudum, təmizlədim. Mən hər dəfə də bura gələndə Atamoğlan Rzayevin də məzarını ziyarət edirəm. Artıq onun vəfatından 60 il keçib. Biz yenə də bu görkəmli aktyorumuzu unutmuruq və heç vaxt da unutmayacağıq. Allah Atamoğlan Rzayevə və onun həyat yoldaşı və oğluna rəhmət eləsin. Ruhları şad olsun.